gözəl qələm adamları, hamımızı xoş gördük. Mən bir 10 il olar ki, kitab təqdimat keçirmirəm. Yəni imza günləri olur, ancaq təqdimat eləməmişəm. Bu kitabın təqdimatını ona görə elədim ki, qarşıdan 50 yaşım gəlir və bir növ oxucuların, qələm adamlarının, nədəmiyətin qarşısında bir hesabat xarakterli bir təqdimat eləmək istədim. Ona görə sizi bir daha salamlayıram. Elə bir ki, mənim həm də 50 yaşımı biz burada qeyd edirik. Burada dostlar çəkmiş aparırlar. Biz oradan yığcam bir videolu hazırlayacağıq. Başqa cür bilmək istəmirəm. Rəsmi, geniş, təntənəli, Sovet dövründə xas yubileylər eləmək istəmirəm. Mən istəyirəm belə bir ortamda rahat bir ümid olsun və bizim rəsmi isə çox qısa olacaq. Mən hamınızı salamlayıram. Kitab haqqında qısaca deyə bilərəm ki, bu ənənəvi yazdığım istiqamətli kitab deyil, biraz fərqlidir. Bəlkə ilk baxışdan oxucular xəyal qırıqlığına uğraya bilər ki, biz belə gözləmirdik. Çünki ənənəvi yazılarım olub ki, tanınıb, adamlar tərəfindən sevilib və birdən-birə tamam fərqli məsələlər görürlər. Bütün hallarda yaradıcılıq bir cəsarətdir. Faulknerin dili ilə desək, bəlkə də bir məğlubiyyətdir. Mən ümid edirəm ki, kitabın özünü doğrulacaq, kitab bəxti gətirən kitab olacaq. Sizi bilmirəm, mən həmişə yazanda, hətta balaca bir hekayə də, onu yayımlayanda deyirəm, ilahi, elə ki, bu mətin alınsın. Halbuki artıq yazıb tutarmışam. Bu alınıbsa alınıb, alınmayıbsa alınmayıb, ancaq mən duanı yenə eləyirəm. Çünki mətnin alınması üçün sonuncu bir, üçbucağın sonuncu bir nöqtəsi var. Müəllif var, mətin var, sonuncu üçbucağı tamamıyla nöqtə oxucudur. Təqdimatına gəlmişsiniz, yoxsa orada səs-küy salmağa təqdimatı yönünü dəyişməyə, xahiş edikdə danışanı qulaq asın. 50 yaşını təbrik edirəm, Şərifindən belə əsər yazacaq. Ona görə ki, Qarabağ azad olur. Münazən Qarabağın karalətini yaşatmaq istəyirdi. O personajları, o obrazları Qarabağın köylü kişiləri idi. Və bir dəfə Şərifin bir əsər haqqında indi yadımdan çıxdı. O arzulardan sonra şəhər yazı yazmışdım. Səmimi çox hoşuma gəlmişdi. Cavanlardan biri yadımdan adı çıxıb yazmış ki, sən o romanı oxumamışsın. Dedim, ay sən öyləsin. Şərif bəy çox peşəkar yanaşıraq, ona görə onun mətnləri bu qədər yaxşı alınır, gözəl alınır ki, o çox məsuliyyətlə və özgə kimi yanaşa bilir öz mətnlərini. Dəfələrlə işləyir. Romanın annotasiyasında yazılır ki, bu roman Şərif Ağayarın yaradıcılığında yeni mərhələdir. Ancaq düşünürəm ki, Ağgöllə bu başlayıbdır. Hədiyyə xanım da buna vurğu etdi və həqiqətən dəyərli bir romandır və romanı sonuna qədər oxumuşam. 2 gün ərzində oxudum, çünki vaxtım yox idi, bəli, bu roman da biraz geç çatmışdı mənim. Şərif Ağayarın romanında siyasi motivlər də var və bu siyasi motivlər bütün totalitar rejimlərə qarşı bir estetik etirazdır, ədəbi etirazdır. Salamlayıram hamınızı. Əslində mən bir neçə gün bundan əvvəl fikirləşirdim ki, bizim təxminən 8-10 il bundan əvvəl kitab təqdimatlarımız yadınıza gəlirsə tarixə qovuşur. Hətta o vaxtda belə bir fikir gəzirdi ki, roman bunu, roman bunu. Çünki hər həftə romanlar çap olunurdu, kitablar çap olunurdu və biz mağazaların həyətlərində, zirzəmilərində bu kitab təqdimatlarını edirdik. Çox sevinirəm ki, bu təqdimatlar Şərifin romanı ilə başlayır. Əslində bugün çox gözəl bir gündür. Buradakı çoxluğu da görüb çox sevinirik hamımız. Şərifin romanını özü də vurğuladığı kimi, ümumiyyətlə bütün romanlarını, bütün əsərlərini mən oxumuşam. Bəzilərinin ilk oxucusu olmuşam. Bəzilərində Hədiyyə xanım deyən kimi mübahisələrimiz də çox olubdur. Və bilirsiniz ki, biz kulisdə uzun müddət işləmişik və bizim günümüzün 8-9-10 saatı bir yerdə olub. Romanın ilk başlanğıçlarında bilirsiniz ki, Şərif emosional insandır və davamlı olaraq danışırdı. Belə yazacağım, belə eləyəcəm, vaxtım yoxdur, vaxtım yoxdur. Və mən həmişə ürəyim ağrıyırdı ki, onun roman yazmaq istəyi var, mətin yazmaq istəyi var, amma vaxtı yoxdur. Çox sevinirəm ki, bugün o romanı yazıb bitirə bildi. Təşəkkür edirəm həm də bu qədər vaxt azlığının içərisində o romanı yazıb bitirə bildi. Roman təbii ki, fərqli bir romandır.
Bizim axtardığımız şərif bu romanda var, amma biraz başqa formada var. Biz öyrəşmişik Harami, Gülüstan, Ağgöl, Arzulardan sonraki şəhər. Bu romanda fərqli estetika var, fərqli qatlar var və şərif bu romanda var, amma fərqli koloritlə, fərqli yozunla var. Mən romanı bitirəndən sonra Şərifə belə bir mesaj yazdım ki, romanın sonu ilahi gözəlliyi ilə bitibdir. Həqiqətən də çox gözəl bitib. Romanın özünün içərisində də qəhrəman rənglərlə, çiçəklərlə seyir yaradır, onlarla oynayır. Mən dedim, Şərif, sən də sözlə oynamısan, mətnlə oynamısan. Ümumiyyətlə, mən Şərifə təşəkkür edirəm. Həm bu romana görə, həm bütün ədəbiyyata qatdığı rəngə görə, müəllif kimi qatdığı rəngə görə, həm burada oturanlar və oturmayanlar çoxumuz Şərifdən çox şey öyrənmişik. Bizə öyrətməyə şərait yaratdığına görə şəxsən mən Şərifdən çox şey öyrənmişəm. Məsuliyyətli olmağı, ədalətli olmağı, sözün yanında dura bilməyi, sözü sevməyi, hər şeyə görə təşəkkür edirəm, təbrik edirəm. Bu romanı hamı oxumalıdır. Oxucular da, yazıcılar da. Yazıcılar ona görə oxumalıdır ki, öyrənmək üçün, oxucular da fərqli ədəbiyyatla tanış olmaq üçün. Çox sağ olun. Bir də orada ayrıldım ki, mən İçəri şəhərdə, Cümə məscidində Quran-ı Kərimi ürəyimin üstünə qoyuram ki, ilahi, qoyma mən dəli olum. Yəni, Füzuli məni o vəziyyətə saldı. Və sonra qərara gəldim ki, bunun poliyasında oynamayayım. Yəni, aralanım bununla, unudum. Və uzun müddət buna nail oldum da, kənarlaşdım, nəsrlə məşğul oldum, redaktörlərlə. Sonra başladım özüm yavaş-yavaş yazmağa. Ancaq bir müddət keçəndən sonra gördüm, Füzuli həzin təzədən mənim yadıma düşür. Özdə 40 yaşdan xüsusi sonra. Məni narahat edir. Yəni o radionu fırlayırsan, qəflətən arzulamadığın bir dalğa girir ora və amma çox maraqlı girir, əl çəkə bilmirsən, bax belədir. Və həmin vaxt dönə-dönə onun qəzəllərini oxuyuram. Bir misra yadıma düşür, məni vadar eləyir ki, gedib bütöv qəzəli tapın bir də oxuyur. Yəni belə bununla mənim bir virtual müharibəm gedir. Adam məni rahat buraxmır da yəni. Səhər işə gedirəm, adam yanına qayğı düşə bilər, mənim yanıma Füzuli düşür. Və rahatlığımı pozur, belə deyək, mənəvi rahatlığımı. Və əslində bu roman biraz da Füzulidən can qurtarmaqdır. Yəni ona bir cavab atəşidir, ona bir müqavimət ki, mən rahat burax. Ona görə orada Füzulidən də epiqraf təsadüfi deyil və bir çox yerlərdə çalışmışam ki, Füzulinin mənə öyrətdiklərindən çıxış edərək, mən də nəsrdə öz bildiklərimi eləyim. Mən elə gəlir müəyyən qədər nələrəsə nail olmuşam, təbii ki, bunu oxucular biləcək. Yəni burada maraqlı hesab elədiyim adamlara söz verirsə, gərək 3-4 saat burada oturaq. Mən elə gəlir ki, buna ehtiyac görmürəm. Əgər 50 yaş hesabatı mənimdirsə və mənim kitabımdırsa, mən istəmirəm sizə zəhmət verim. İstəmirəm mənim haqqımda burada çıxan onsuz da xoş sözlər deyəcək də. Onu da o qədər istəmirəm, düzü sıxılıram, hətta məclisdə də bəzən olanda. Düzdür, elə adamlar var, təyinatı üzrə danışır, yəni səhih hədislər deyir, adama xoş gəlir. Özün də qənaətdəsən ki, mən bunu bacarmışam. Onlar üst-üstə düşəndə adama xoş gəlir. Əslində o tərif yox, deməli həqiqətdir. Şərifin əsərlərini oxuyanda sanki hekayələrini o hadisələrin şahidi kimi adam önünü hiss edir. Bəzən olur ki, təbiətin ən gözəl yerində olanda, təbiətə baxanda deyirsən, elə bir yaxşı telefonum ola ki, bunu olduğu kimi çəkək, elə bir video ola olduğu kimi. Elə hadisələr olur ki, bəzən düşünürəm ki, Şərif bu hadisələrin şahidi ola. Məsəl üçün, özümüz hərbidə döyüşmüşük, 7 tank vurmuşuq, bizim həramdəbizim heç bir tankımız olmuyor. Amma düşünmüşəm ki, Şərif kimi bir adam ola, onu təsvir ilə gözüyle görə. Doğrudan da Şərif, onun əsərlərini, Şərifin əsərlərini adam oxuyanda hissiz, həyatansız çəkinmək olur. Bir sözlə Şərif sentimental, realist inşasının üsullarından istifadə edərək hiss-həyatan yaradan bir söz ustadıdır. Ensiklopedik diliyə malik olan Şərif Ağayara yaradıcılığında uğurlar arzu edirəm. Mən onun hekayələrini oxuyanda bizim qonşu kənddəndir Şərif. Camal yurda gedirdim, İl Şərifi uşaq vaxtı gördüm, yadıma düşür. Məndən balacaydı, nazik, sarıyalnız bir oğlanıdır. O gözümün qabağına gəlir ki, gör həmən o balaca cıdız oğlan nələr yaradır. Sizə uğurlar arzulayıram Şərif müəllim. Çox sağ olun gəldiyinizə görə hamınıza minnətdarlığımı bildirirəm. Var olun, sağ olun. Çox sağ olun Şərif bəy, minnətdaram, təbrik edirik. Əziz oxucular, növbəli şəkildə keçəxınlaşıb kitablarımızı alana bilər.
İndirmişəm kadar. Gözleyenlerin adını çəkirsən, en çok gözleyen mənəm müsaade verin. Cəmməl nə dərsiniz? Ne var ne yok? Yaxşı olasınız. Hoş geldiniz. Basınlar olur. Kurban olsun. Bu tarafa 7 gün içinde ben başımda bir şey. Çok sağ ol minnettarım. Anana salam dedim çok. Arife kalma sen. Hoş geldin. Arife'nin mi? Ha, hoş geldiniz. Hoş geldiniz. Benim dostlarım var.